xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Həqiqi sevgi nə deməkdir? Həqiqi sevgi egonun sərhədlərinin müəyyən qədər yumşaldılmasıdır. Yəni yox edilməsi deyil, yumşaldılmasıdır. Bir digəri ilə yaxınlaşmaq, lakin özünü itirmədən. O cümlədən bir başqasının, bir canlının, bu bir heyvan da ola bilər. Bu bir torpaq da ola bilər. Bu bir vətən də ola bilər. Fərqi yoxdur. İnkişaf etməsinə, çiçəklənməsinə, eyni zamanda böyüməsinə maddi və mənəvi şərait yaratmaq. Bir sözlə, canlının və cansızın inkişafına, böyüməsinə və çiçəklənməsinə maraqlı olmaqdır. Diqqətinizə görə minnətdaram. Sağ olun.